Bağışlayan və mehriban Allahın adı ilə. Möminlər, müsəlmanlar, bütün bəşəriyyət həyat yoldaşına hörmət etməyi Allah Rəsulundan öyrənməlidirlər. Allah Rəsulunun zövcələrindən biri Ümmü Sələmə idi. Onun Abdullah adında bir qardaşı var idi. Məkkədə olarkən Peyğəmbərimizə çox işgəncələr vermişdi. O və onunla bərabər 9 şəxs. Peyğəmbərimiz Məkkəni fəth etdikdən sonra Abdullah da daxil olmaqla 9 nəfəri bağışlamış. Amma yerdə qalan bütün şəxslər haqqında əfv hökmü elan edir. Abdullah Peyğəmbərimizin yanına gəlir, ondan bağışlanmağını istəyir, amma Peyğəmbər onu qəbul etmir. Sonra Ümmü Sələmə Peyğəmbərimizin yanına gələrək ondan qardaşının bağışlanmağını istəyir. Və deyir ki, ey Allah Rəsulu, bilirəm qardaşım sənə çox haqsızlıq edib, çox işgəncələr verib. Mənə xatir onu bağışla. Peyğəmbərimiz Ümmü Sələməyə deyir ki, ey Ümmü Sələmə, mən sənə xatir qardaşın Abdullaha bağışlayıram. Yəni Peyğəmbərimiz xanımına o qədər hörmət və ehtiram göstərirdi ki, ən əzazı düşmənini belə həyat yoldaşına xatir bağışlayırdı. Gəlin biz də Peyğəmbərimiz və məsumlar kimi olaq. Həyat yoldaşlarımızın qədir və qiymətini bilək. Həqiqətən də bu ömür yolunda, bu həyat yolunda bizə ən yaxın olan kəslər elə bizim həyatımızda olan şəxslərdir. Dilimizdə də çox gözəl şəkildə ifadə olunur. Həyatımızın yoldaşı. Allah da bizi həyat yoldaşlarımıza, ailəmizə, övladlarımıza, qohum əqrabalarımıza sədaqətli və sadiq möminlərdən qərar versin. Amin inşallah.